Deməli saat 11:45-dir, 11:45-dir. Onda demişik Mürsəllə burada oldu. Çəkilişimiz var. Bu gün maraqlı bir vlog çəkəcəkdik. Amma 11:45-də Mürsəl müəllim hələ də gəlməyib və 2-də də mənim toplantım var. Bütün planlar suya düşüb. İndi Mürsəl müəllimi gözləyirik ki, gəlsin. Ona qəşəng bir çırpara yağı belə. 2 saatı gözləyirik də yəni. Onun yarısından mən buradayım. Dəqiq adamam. Qaracemli adam dəqiq adam. Ketiş də buradadır. Ketişi çəkə bilərsən. Ketişim mənim. Gözə gəldi. Aha, gəldi. Çək, Mürsəl çək, Mürsəli. Gəlir. Gəlir. Çək. Çək, çək. Elə bil tır döndü. Birinci sualım. Hardasan? Yatıp kalmış. Yatıp qalmısan, hə? Gəl, mikrofona səs gəl. Yatıp qalmışsan, kişisən, düzündür. Yatıp kalmıştım oğlum. Belə insanlara dünya birliyi hələ də dözür. Bu Motosikletin günü nədir bax? Bu nə gündədir bax? Bugünkü vlogumuz nə idi uşaqlar? Deməli bu gün Mürsələ gedəcəkdik. Əynindən başında gördüyünüz kimi kurtkasızlar köhnəlib. Təzə kurtka, təzə bot bunları alacaqdıq. Amma vaxtımız az olduğu üçün bu gün biz də düşündük ki, bu adam da 2 saat gec gəldiyi üçün düşündük ki, heç olmasa bunun bu motosikletini gedə yuyaq, Moykada motosikleti necə yuyurlar deyə bir video çıxadaq. Elə bir videomuz var. Amma Mürsəlin motosikletini necə yuyurlar da, bildin necə? Neçə aydır yumursan Mürsəl bu? Bu bir ay içinmir. Bir aydır çinmir. Onda gedək Moykaya, qəşəng bir dənə Moyka eləyək bunu. Baxaq görək motosikleti necə yuyurlar. Mürsəl, sür Moykaya. Biz də gəlirik. Aşağıdakına geçsin. Hansına geçsin? Hə, yaxşı aşağıda. Buradan çıxdın, burada var ya aşağıda, yuxarı qalxma elə aşağıda. Çin maşınımız var, Kitay. Motosikletdə məsləhət görməsəm də maşında sürürük. Kasıbıq da nə qayrıq. Motosikleti gətirdik. Mürsəlini qəpik gətirik. Qəpik. Birinci Moykaya verəndə motosikleti üstündən bir dənə su veririk. Birinci su var. Birinci suyu bastıq gözdən. Birinci baxırıq soyuqdur bu motor. Soyuqdur. Çox istidirsə soyumalıdır. Bloku çatlada bilərsin. Birinci yüngül varı su vururuq. Köpüyə bırak. Yox hələ, qoy qutarsın bu. Qupqa istifadə eləmək olmaz deyə qupqa vurmuruq, amma köpüyü qupqalama lazımdır. Deməli, fasilə. Köpüyü vurdum, köpüyə keçirdi avtomatik. Su. İndi keçdik köpüyə. Uçsuz bir köpük silahı. Köpükləri hər yerinə vurmaq olar. Basın get. Xarab olacaq, gedəsiz ıslıya. Mesela bunu niyə yumursan? Arkadaşım, plastiklerini el gezdirirdim ki ondan sonra yuyum. Bir dəfəlik dedim daha. Mürsəl malyar çexi. Görürsünüz, bax bu şəkildə biraz gözləyirik. Palçıqları ilə şampun, burada bir serişsin belə. Qarışsın bir-birinə. Mürsəl günahlarının şeylərdir, bax bunlar çıxı tökülür. Bütün günahların Hələ tökülmür tam ola, biraz qalıb. Mürsəli çox eşitmişsiniz, üzünü görməmişsiniz. Bax bu Mürsəl o Mürsəldir. Videoları gec montaj eləyən, çəkilişlərə yubanan, Niyə belə deyirsən? motosikleti çişli olan. Məndən soruşma, izləyicilərdən soruş, sənə deyəcəklər. Qəpiyi sal. İndi yuyacam, baxasınız, görəsiniz necə yuyurlar. Çox yaxından vurmuruq, amma ləkələri itirmək üçün bir balaca yaxınlaşırıq. Siz də öz motosikletinizi Qaracemli adamın Moykasında yıldыздırmaq istəyirsinizsə, bizə müraciət edin. Pulsuz, bedava. Deyil, biz bunu siləcəyik. Qarşınızda ölkənin ən çirkli Zexonu. Amma indi təmir. Əskini maşından gətir. Tamam. İzləyicilər daha çox sual verir. Mən öncədən etdiyim səhvləri deyim. Deməli, ön tərəfdə burada, bayaq dediyim kimi, radiatorun pərləri burada, lövhələr var. Buraya nasosu nə qədər suyu yaxın tutsanız, onlar əyilir, ağızları əyilir. Çox həssasdır deyə uzaqdan tutmanız lazım. Bura çox da vurmayın, uzaqdan tutun. Uzaqdan. Bəli, uzaqdan tutun. Bu yanlışlardan biri. Bax, piribora vuranda suyu çox yaxından yenə vurmuruq, bir aralıdan vururuq. Elektrik olan yerlərdə biraz daha aralıdan vururuq. Bir də motosikletin kraskası köynədirsə, naporu çox yaxından vurmuşsun, kraskalar atar. Doğrudur. Diskləri falan vura bilərsiniz, amma yenə də ehtiyatlı olun. İndi mən yudum, Mürsəl siləcək. Baykımız yoxdursa, bayk alın. Sürənmirsinizsə, təlim alın. Kutqavız yoxdursa, kutqa alın. Bu qədər. Yuduzdurun, sonra da silin.
Mesela mənim videomda vardı ya vıcı səs gəlsin. Gəlirdi. O səs gəlsin. Yox, sənin parçan elə deyil bu dəfə. Gəlməyəcək. Vıcı. Siləndə də qəşəng silirik akuratla. Demək, silməli məqsəd nədir? Su təmiz olmadığı üçün, daha doğrusu yəni iz buraxmayacaq qədər təmiz olmadığı üçün orada iz qoyacaq. Və günəş yandıran kimi iz qoyur. Bəli. Ona görə biz Alın bu bilgi ilə nə yaparsanız yapın. Və sonda açırıq zamoku görürük ki, maçka xodlanmayıb. Xodlanmır. Bəli, moçkimiz matketimizi yuyur. Moykada işləyir qardaş. Yuyur, təmizləyir belə. Ondan sonra nə edəcəksiniz uşaqlar? Bitirdiniz yuma məsələsini. Amma biz indi vaxtımız olmadı onu eləməyə, amma siz yəni onu eləyin. Birinci sepin təmizləyin. Ya ağ nöyüdünlə təmizləyin, ya da spreylər olur sep təmizləyən. Ya da sep təmizləyənlə təmizləyin. Sepi tam təmizlədikdən sonra moykaya verin. Sepin bütün yağı, pası, çirki geçsin. Sonra qurulursunuz. Qurulayandan sonra isə səlqəli bizim bir videomuz var. Suzuki'nin sepini yağlayırıq. O şəkildə sepi yağlayırsınız. Və olur cillop kimi. Sep yağında vurandan sonra ən az bir 2 saata yaxın sürməsəz daha gözəl olur. Moşk müəllim işləri görür. Təmizlərkən birinci hardan təmizləmək lazımdır? Saçıb mən təkərin arxa tərəfini təmizləsəm, sonra o çirklə də buraları bütün çirkləsəm. Bəli. Birinci təmiz yerlərdən başlayıb çirkli yerlərə doğru gedirik. Kawasaki'dəki qocalsa da Kawasaki'dir da yəni. Düşmür da bu, dəbdən düşmür. Qardaş salam əleykum. Aleyküm. Sürdüyünüz masket neçədir? Pulsuz. Pulsuzdur. Pul verməmisiniz? Deyil. Kimdən almısınız belə? Var olsun, bir dostum var mənim, hədiyyə edib. Mən almışam. Mən hədiyyə eləmişəm. Belə deyib də şey eləməyək. Sən misal özümüzündür. Biz ona bir dənə bayk hədiyyə elədik. Eyni atıq adam. Neçə kubdur? 1000 kub. Neçə at gücüdür? Təqribi 200-ə yaxındır, amma 200 deyil. 200 deyil. Neçə sürmüsən maksimum? 50. Əslində 300 sürüb ha. Prosta demir ki, cəriməliyərlər. Amma yəni narahat olma da səni cərimələmək olar. Yaxşı. Alandan əlavə nəsə pul qoymusan? Qoymuşam. Nələrinə misal üçün? Sep təkərlər dəyişilib. Təkərlər dəyişilib. Olmazsa olmaz. Yağ dəyişmisən yəqin. Yağ dəyişilib. Aha. 2 dəfə yağ dəyişilib. Elektronikasında biraz əl gəzdirilibdi. Aha. Yaxşı, satsan neçə satarsan bunu? Satsan 12500, 13 min arası. Bax indi adama deyirlər ki, hədiyyəni adam satar. Bax, gördünüz? Gördünüz zaten tutdum mən bunu. Deməli bu adam hədiyyəni satır. Amma bu kamerada görsəm necəydi axı? Görsənəcək. Bunu paylaşırsan. Onda onu göstərməyin, Bunu göstər. paylaşırsan. Yo, Deməli bu adam hədiyyəni Ben satır. bilmirdim axı indi bunu. Belədir qardaş. Ona görə də Mən silmirəm. Mən Noyka işindən çıxdım. küsü getdi. So, bu videodan bu qədər. Masketiz belə yuyun, təmizləyin. Təbii ki, burada bir yumaq söhbəti deyil. Bir zarafatlaşaq, deyək külək əhvalımızı atsın deyə çəkirik bu videonu. Belə bir Kawasaki ilə istədik sizə belə bir video çəkək. Müsəlmən, hədiyyəni satmayın, satmayın, xahiş edirəm. Turbazda bunu görən mənə yazsın. Gizlin turbaza qoysam, mənə izləyicilər yazacaq naxarda. Sağ olun, hələlik bu videodan bu qədər. Like atın, abunə olun, dəstək olun. İnşallah böyüyək, qəşəng maraqlı videolar çəkək. Bizi ekranlarda daha çox görəsiniz. Daha çox inşallah üzümüzü görürsünüz. Burada belə şey, axırına belə logomuzu qoyarsınız, qaralar belə, musiqi ilə. Wow.